Əbu Bəkirin xilafəti vaxtında həm şuranın üzvü idi, Əbu Bəkir vaxtında dəhşət bir dənə nə başlayır? İqtisadi problem. Yəni aclıq, susuzluq. Gəlirlər, İbn Abbas deyir ki, Peyğəmbər əmisinin oğlu. Deyir ki, gəldi Əbu Bəkirin yanına, yəni xəlifəliyin binasına. Ey Əbu Bəkir deyir. Deyir, nə olur? Deyir, yağış yağmır. Baxın, yerdən heç ot bitmir, insanlar şiddət içərisindədir. Neyin? Deyir ki, qayıdın evinizə. Allah yardım edər. Subhanallah. İman. Axşam deyir, eşitdilər ki, deyir, Osman Nəffanın karvanı gəlib Şamdan. Nə iləhlə, 100 dəvə. O vaxt 100 dəvə bilsiz nə deməkdir? Yəni indi onun bizim tacirlərə etsən bəlkə hesablaya bilməzlər. Bəlkə neçə samolyot deyərlər, yük deyərlər, bəlkə onun qarşılığı yoxdur. 100 dəvə üzərində nə xurcunlar, yemək, buğdası, arpası axışırlar tacirlər qapısına. Bir şey üçün deyil, ha, ticarət üçün deyil. O vaxt tacirlər belə olmayıblar. Gedirlər qapısını döyürlər, görür ki, gəlib tacirlər. Deyir, nə olur? Eşitmiş deyir, karvan gəlib. Yağış yağmır, bitki yoxdur, insanlar şiddətdə. Deyir, nə olur? Onlardan da bizə sat deyir, müsəlmanlara paylayaq. Subhanallah. Demədi, pul qazanaq. Monopoliya yaradaq və ya nəsə eləyək. Pul qazanaq, yəni pul qazanaq demədi. Nə dedi? Verək kasıblara, yetimlərə. Subhanallah. Deyir, yaxşı girin içəri. Evet. Girir, görür ki, yeməklər qoyulub, yəni yeməklər, buğda. Deyir, nə qədər verirsiniz? Birisi deyir ki, misal üçün, bu sənin malının deyir, qazancının 1/10. Deyir, azdır, artıran var. Artırırlar, deyir, artıran var. Deyir, Osman, kim artırır? Bizdən başqa Mədinədə deyir, yoxdur tacir deyir. Deyir, artıran artırıb deyir. Kimdir artıran? Bunlar çaşırlar, görürsən kimdir? Deyir, Allah Teala artırıb deyir, 1 dirhəmə 10 dirhəm verir əvəzini. Hamısını sədəqə elədi müsəlmanlar. Nə satmaq? Subhanallah. Görün, baxın nə deyir? İbn Xudəymə qeyd edir, Rıfta kitabında deyir ki, İbn Abbas deyir, vallahi deyir, rəaytu min leyləti Rasulullah. Peyğəmbərimiz salsam gecə yuxuda gördüm deyir. Kim deyir? İbn Abbas radiyallahu anh. İbn Abbas kimdir? Peyğəmbər əmisinin oğlu. Həmçinin kimdir? Bu ümmətin nə idi? Müfəssiri. Müfəssir nə demək? Quran təfsirçisi. Peyğəmbər onun üçün dua etmişdi. Allahumma allimhu təvil. Allahım sən ona təvilən, təfsir ilmini öyrət. Ona görə bütün təfsirlərin çoxu kimdən gəlir? İbn Abbasdan. Yuxuda Peyğəmbəri gördüm deyir. Gözəl bir at üzərində, o alnında olur ya, qara, ən bahalı at üzərində. Üzərində deyir, nurdan paltar, ayaqqabıları da nur, əlində də nurdan qab. Vahu müstəcil, tələsir. Yuxuya baxın. Qultu ya Rasulallah, dedim ey Allah Rasulü, qad iştəddə şevqə ileyk, sənin üçün darıxmışam. Sənin sözünü eşitmək üçün darıxmışam. Hara tələsirsən? Dedi, ey İbn Abbas, İnne Uthman qad təsəddəqa bi sadaqatin. Osman deyir, elə bir sədəqə verib ki, bugün deyir. Və enne Allah qad qabiləhə. Allah onu qəbul eləyib. Və zəvvəcə urusan fil cənnə. Allah onu deyir, cənnətdə evləndirib. Bizim hamımızda onun deyir, toyuna dəvət olunmuşuq. Subhanallah. La ilahe illallah. İbn Abbas dəşlik elə ağlayır. Subhanallah. Bu nə yuxudur? Subhanallah. Altı nədir? Sahne yuxu nədir? Peyğəmbərliyin nədir? 41-dir. Yəni müjdəliyir. Allah onu deyir, ora tələsir idi, ora tələsir. O deyir, toya tələsir, cənnətdə deyir, Allah onu neyniyib? Evləndirib, subhanallah.